qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir kitab gəldikdə, onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları Peyğəmbər gəldikdə isə, onu inkar etdilər. Allah kafirlərə lənət eləsin. Allahın öz qullarından istədiyi kimsəyə öz lütfündən bəxş etməsinə həsəd aparmaq və onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir. Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər. Kafirlərə alçaldıcı bir əzab var.